Almaniya yenə tətillərlə gündəmdədir. Ölkənin 13 əsas hava limanında 24 saatlıq tətildir. Aeroport operatorları, yerüstü xidmət və aviasiya təhlükəsizliyi əməkdaşlarının tətili Verdi Həmkarlar İttifaqının çağırışı ilə keçirilir. Biz indi Berlinə bağlanırıq. Xüsusi müxbirimiz Günay Məmmədova ətraflı məlumat verəcək. Günay, etirazçıların tələbləri nələrdir? Nədən narazıdırlar? Ceyhun, Həmkarlar İttifaqı maaşların 8% artırılmasına, lakin ən azı aylıq 350 avro artımı, həmçinin ağır işlər üçün əlavələrin artırılmasını və işçilərə əlavə istirahət günlərinin verilməsini tələb edir. Və Verdinin bəyanatında qeyd olunur ki, tətil təxminən 25 min işçinin iş şəraitini yaxşılaşdırmaq üçün zəruridir. Təkcə bugün ləğv olunmuş 3400-dən çox reys və uçuşları ləğv edilmiş 600-nədək sərnişin Almaniyanın 13 hava limanında Verdi Alman Həmkarlar İttifaqı tərəfindən 24 saatlıq tətil artıq başlayıb və bu tətil Berlin, Brandenburg, Stuttgart, Köln, Bonn, Düsseldorf, Dortmund, München, Hamburg, Frankfurt, Main, Hanover, Bremen və Leipzig Halle hava limanlarına əhatə edir. Veyse və Karlsruhe, Baden-Baden hava limanlarında isə yalnız sərnişinlər, personal, yüklər və malların yoxlanış zonalarında çalışan aviasiya təhlükəsizliyi əməkdaşları, həmçinin xidmət şöbələrinin işçiləri tətilə qoşulublar. Alman Hava Limanları Assosiasiyasının qiymətləndirməsinə görə Verdi tərəfindən elan edilən 24 saatlıq tətil nəticəsində qeyd elədiyim kimi 3400-dən çox reys ləğv edilir və təxminən 510 min sərnişin bundan təsirlənir. Almaniyanın Lufthansa avia şirkəti isə bildirir ki, tətilə məruz qalan hava limanlarından gələn bütün reyslər gözlənilən ləngimələr və əhəmiyyətli ləğvlər mövcuddur və Hamburg şəhəri qeyd edeyim ki, ilk olaraq tətil nəticəsində zərər çəkdi. Belə ki, bazar günü demək olar ki, bütün reyslər ləğv edildi. Hava limanının operatoru isə bildirir ki, işçilər tətilə əvvəlcədən xəbərdarlıq etmədən başlayıblar. Verdi İttifaqının nümayəndəsi isə deyir ki, bu tətil nəticənin həqiqətən hiss eləmək üçün zəruridir. Məlumata görə bir neçə sərnişin tətil qəfli başlaması ilə əlaqədar problemlə artıq üzləşib və məlumata görə bir çox sərnişin artıq bagajlarını qeydiyyatdan keçiriblər və onu geri almaqda çətinliklə qarşılaşıblar. Və qeyd elədiyim kimi, Həmkarlar İttifaqı maaşların 8% artırılmasını, lakin ən azı aylıq 350 avro artım tələb edirlər və ən azı istirahət günlərinin də bir qədər artırılmasını istəyirlər. Belə Ceyhun, mənim çatdıracaqlarım bu qədər. Söz yenidən sizdə. Təşəkkür edirik Günaya. Almaniyada artan etiraz dalğaları barədə bizi məlumatlandırdı.